Sabirabad rayonu Qəzvin kənd sakini Məmmədov Arif Məhəmmədoğlu. Gördüyümüz bu sahə belediyenin belediyenin fondunda yerləşən 15 hektar 69 sot yeri 3 ildir Bakı şəhər sakini Məmmədov Şaiq Atabaloğlu tərəfindən belediye ilə əlbir olub 3 ildir bu torpaq sahəsini əkib götürürlər. Bunlara da himayədarlıq eləyən Sabirabad rayonu icra hakimiyyətinin birinci müavini Həsən Həsənovdur. Mən bunları ictimailəşdirməyə görə məktub yazmışıq Cənab Prezidentə, Daxili İşlər Nazirinə, Baş Prokurora, hüquq mühafizə orqanları ərizələr yazmışıq. Ərizələr də bütün təsdiqini tapır. 2022-ci ilin mart ayında Şaiq Məmmədovun bağladığı icarə müqaviləsi bitmişdir. 2022-ci ilin aprel ayının 14-də. Deməli, bizə cavab olaraq kollektiv ərizə ilə müraciət edərək Şirvan Ədliyyə İdarəsinə bizə regional ədliyyə idarəsinin Nizami ədliyyə müşaviri işləyən Nizami Hüseynov bizə məktub yazıb ki, həmin o yer 15 il müddətində Şaiq Məmmədovun icarəsində olduğu 2022-ci ilin 14 apreldə bitmişdir. Hal-hazırda bu gördüyümüz sahə 3 ildir belediye sədrinə əlbir olub əkirlər Məmmədov Şaiq Atabaloğlu ilə. Bunlara da himayədarlıq eləyən Sabirabad rayonu icra hakimiyyəti birinci müavini Həsən Həsənovdur. Bunları ictimailəşdirməyə görə Sabirabad rayonu icra hakimiyyəti birinci müavini məni şərhlətdirərək 10 sot mənim icarə müqaviləm 40 il icarə müqaviləm belediye ilə mənim aramda olan icarə müqaviləm olan həmən sahəmdə mənə 10 sota görə cinayət işi açdırmışdı. Bu necə ola bilər ki 15 hektar 69 sot yer zəbt olunur, hərraca çıxardılmır, dövlətin bütçəsinə ziyanlıq törədən belediyenin sədrinə əlbir olaraq Məmmədov Şaiq 3 ildir bunları əkib götürürlər. Şumlatdırıb, hamarlatdırıb 5 hektar, 6 hektar yeri kiməsə satıb. Dövlətin torpağında, belediyenin ehtiyat fondunda alver gedir. Xahiş edirəm bunu hüquq mühafizə orqanlarına xahiş edirəm. Tədbir görsünlər. Dayı sən nə deyə bilərsən bu haqda? Haqlıdır. Qeyri-qanuni əkilir yerlər. İcarəyə verir, əkdirir, bostan əkdirir, taxıl əkir. Bu da göz qabağındadır. Şumu da var. Lazer verib, planrovkalıyıb, əkilib. Keçən il taxıl olub bura. İndi bu illəri nə əkiləcək, ya payız əkindir, indi əkin indi başlayır. Şumlat hazırlıq işlərini görüblər, əkəcəklər. Heç bir yerə də vergi ödəmirlər. Qeyri-qanuni öz bildiklərini eləyir. Məmmədov Arif Məhəmmədoğlu məndən və mənim fəaliyyətimdən dəfələrlə 2024-cü ildə dəfələrlə prokurorluq orqanlarına, Ədliyyə Nazirliyinə, Bələdiyyə Baş İdarəsinə dəfələrlə müraciətlər ünvanlayıb və Sabirabad rayon prokurorluğunda mənim fəaliyyətim və Arif Məmmədovun yazdığına aid araşdırma aparılıb və Sabirabad rayon prokurorluğu qərar qəbul edib. Qərar qəbul edib ki, yəni Mir Mövsüm Heydarov haqqında, barəsində cinayət işinin başlanması rədd edilsin. Yəni bu Arif Məmmədovun qeyd elədiyi, məndən elədiyi müraciətlər hamısı yəni öz belə deyim, təsdiqini tapmayıb. Ondan sonra Məmmədov Arif barəsində burada qeyd olunur. Məmmədov Arif barəsində Sabirabad rayon məhkəməsinin yəni burada bələdiyyə sədri iddia qaldırmayıb. Yəni Quruzma bələdiyyəsi Arif Məmmədovu məhkəməyə verməyib. Sadəcə olaraq burada dövlət ittihamçısı, yəni baş prokurorluq tərəfindən Sabirabad rayon prokurorluq tərəfindən Arif Məmmədovun zəbt etmiş 10 sot, yəni 10 sot torpaq sahəsini 188.3-cü maddə ilə zəbt edilməsi barədə Sabirabad rayon məhkəməsinə müraciət olunub. Burada qeyd olunub, hökmdə qeyd olunub. Quruzma bələdiyyəsi zərər çəkmiş şəxs qismində gedir. Və 3 il azadlığın məhdudlaşdırılması cəzasına yəni məhkum olunur. Apellyasiyaya şikayət verib. Ondan sonra burada sənədlər buradadır. Deməli 48 sot bu adamın zəbti var. Məmmədov Arif Məhəmmədoğlu. 48 sot bu adamın zəbti var. Bununla da bağlı 188.3-cü maddəsi ilə hal-hazırda Sabirabad rayon məhkəməsində yəni iş gedir. Bir də ki, onu da qeyd edeyim ki, Məmmədov Arifin şəhid atası o, Bəyalı Muradovla
şəxsi aralarında qərəzi var, yəni qərəzli münasibətləri var. Yəni onun Qruzma bələdiyyəsinə və yaxud da bələdiyyə hər hansı bir işçisinə, bələdiyyə sədrinə, mənə heç bir aidiyyatı yoxdur. Onlar öz aralarında onların şəxsi qərəzli münasibəti var. Sadəcə olaraq Arif Məmmədov məndən Korrupsiya və Qanun qəzetinə dəfələrlə, yəni 6 dəfə məndən məqalə hazırlatdırıb, məqalə yazdırıb. Mən də öz hüquqlarımı qorumaq üçün öz şəxsim adımdan, yəni öz şəxsi öz adımdan öz hüquqlarımı qorumaq üçün işgüzar fəaliyyətimin alçaldılması ilə bağlı Sabirabad rayon məhkəməsinə müraciət etmişəm. Hal-hazırda proses gedir. Sağ olun.